Bizim zamanımızda geyim, söz və musiqi üçün xüsusi insanlar var idi. Onlar seçim edirdilər ki, onlar yoxsa olmaz. İstər efir, istər konsert olsun. Bizim başqa heç bir şey giyinməyə, taxmağa, oxumağa, söz deməyə ixtiyarımız yox idi. Ona görə də mənim yaşıdlarım hər şeyin yerini biliblər. Publikası xəbər verir ki, bu sözləri əməkdar artist Ruhəngiz Allahverdiyeva gün ortası verilişində deyib. O, hazırki dövrdə müğənni olmağın daha asan olduğunu bildirib. Stat: İndiki müğənnilər üçün hər şey hazırdır. Geyim, repertuar, səs yazma, səsi düzəltmək belə var. İndi müğənni olmaq çox asandır. Get canlı oxu, millət görsün ki, sən nə ifa edirsən. Ondan sonra fonoqrammanı oxu. Bizim zamanda rayonlarda mədəniyyət evlərində konsert verirdik. Çox bərbad idi. Səhnədən getmək istəyirdik. Hündürdaban ayaqqabımız orada ilişib qalırdı. İndiki müğənniləri ora göndərsələr bizim çəkdiyimiz əziyyətləri çəkərlərmi? İnanmıram, heç vaxt çəkməzlər. Bizim bir konsertimiz bugün onların 100 konsertidir. Sənətlərini sevirəm, hörmətim var, amma haqqı deməliyəm. Statın sonu.